Təbriz ədəbi məktəbi seçdi. Vallahi bilirsiniz ki, mən əslən Türkiyə ədəbiyyatına o qədər təbəxürüm yoxdur. Bizim elə dilimiz türküdür da, danışığımızdır və yazımız da ki, türkü dəyildir. Mənim də ki, tip şair idim, patoloji ilə əlləşirdim. Ondan sonra da ki, Farsının şairi dərəcəyi əvvəl idim ki, mən onu ehya edirdim. O vaxt sonra ki, anam gəldi, yenə təzədən türkləşdi oxub. Azərbaycani gəldi ki, da türkünü də qatdım Farsiyə, türkü ilə də şeir dedim. Mərlə mənim heç türkü şeirim yoxudur təqribən, çox azdır. İndi elə türkülərim də özü bir divan olar. Seyf olsun ki, sizin sininiz azdır, o qədim türkün də aradan gedib. Biləsiniz bizim türkülərdən nə qıssələr var idi. Heyf olsun mən anam, hey dedim yazaram, himmətim olmadı. O qədər şey, əslən qısse-i mənzum hepsiydi ki, belə dünya ləzzət adam aparardı. Özləri ilə apardılar, bizdə də o şuur olmadı. Yəni dilimizi əvvəldən qoymadılar, təşviq olar. Heydər baba, yolum səndən kəc oldu. Ömrüm keçdi, gələnmədim, gec oldu. Heç bilmədim gözəllərin necə oldu. Bilməz idim döngələr var, dönüm var. Yitkinlik var, ayrılıq var, ölüm var. Heydər baba, it əmə yitirməz, ömür keçər, əfsus bərə bitirməz. Namərd olan ömrü başa yetirməz. Biz də vallah unutmarıq sizləri, görənməsək halal edin bizləri. Heydər baba, şeytan bizi azdırıb, muhabbəti ürəklərdən qazdırıb, qara günün sərnövüştün yazdırıb, salıb xalqı bir-birinin canına, barışığı bələşdirib qanına. Göz yaşına baxan olsa qan axmaz, insan olan xəncər belinə taxmaz. Amma heyf kör tutduğun buraxmaz. Behiştimiz cəhənnəm olmaqdadır, zilhəccəmiz məhərrəm olmaqdadır. Heydər baba, kəndin günü batanda, uşaqların şamın yeyib yatanda, ay bulutdan çıxıb qaş göz atanda, bizdən də versən onlara qıssədir, qıssəmizdə çoxlu qəm o qıssədir. Heydər baba o qədər sadə, əsil, əcib türk dili xüsusiyyətlərini daşıyan şivə ilə yazılmışdı ki, tərcüməsi qeyri-mümkün oldu. Dilə tərcüm olar. Heydər baba hələ çap olunmamış dilə dişə düşdü. Fars dillilər onu oxuyub başa düşmək üçün türk dilini öyrənirdilər. Ağay Cəmalzadə yazmışdı ki, fəqət Heydər babanın qanmağa türkü oxuram. Türkü özgəşirəm ki, Heydər babanın. Bilməm Xüsəray Bahar idi. Məndən türkü oxurdu, türkü özgədəlimdir. Yavaş-yavaş müəyyən cəbhələr özünü Heydər baba axını ilə üzbəüz gördülər. Birincisi, türk dilini qadağan edən Şah hökuməti Heydər baba ilə mübarizəyə başladı. Azərbaycan milləti ölməz bir millətdir. Nəyə qabağın almaqla olar. Gördün ki, 50 il qabağın aldılar, biraz da şişdi. Heydər baba kimin şeir verdi, Səndiyə kimin şeir verdi. Bunlar hamısı o əksül əməlidir ki, türklük bizim Azərbaycanlılıq qovmiyyətimiz göstərdi. Uğur verirsinlər, hamısı məhv olar gedər, amma